Salam kanal izləyiciləri, bu video MİQ və sertifikasiyaya hazırlaşanlar, müdavimlər üçündür. Hansı ki, sualımız kompleks ədədlər nəzəriyyesinə aiddir. Deməli, bu sual tipi də MİQ-də istifadə olunmuş sual tipləri içərisindədir. Gəlin keçid eləyək sualımıza. Sualda deyir ki, Z plus 8-i bərabərdir modulu 4-ə, kompleks ədədin ödəyən arqumenti ən böyük olan Z-in arqumentini tap. Birincisi biz başa düşməliyik ki, modul Z üstəgəl 8i bərabər 4 kompleks ədədi nədir? Hansı nöqtələr onu ödəyir? Təbii ki, siz bilirsiniz ki, kompleks ədədin həndəsi yeri deyəndə, belə deyək, bunun mərkəzi -8i-də olan və radiusu, aralarındakı məsafəsi 4 vahid olan kompleks ədəd nəzərdə tutulur. Burada mən oxu hazır çəkmişəm ki, çox vaxt itirməyək. Baxın, -8i haradır bura? Bizim kompleks ədədləri əmələ gətirən çevrənin mərkəzi oradır. Bu nədən üçüncü? Çünki elə kompleks ədədlər tapmalısınız ki, ondan bu arasındakı məsafə 4 vahid versin. İndi bu haradasa nə qədər eləyər? Bax, belə bir çevrə çəkirəm. Bax, belə. Tutaq ki, belə biraz sərgiləsi oldu çevrəmiz. Aha, bu çevrəmiz mərkəzi -8i nöqtəsində olan çevrə. İndi mənə deyir ki, radiusu 4-dür və arqumentin ən böyük qiymətin. Arqument nədir? 0 nöqtəsindən, bax, bunun üstündəki hər hansı bir kompleksin yaratdığı hissəyə qədər o əmələ gətirdiyi bucaq. Bəs bu ən böyük bucağı harada yarada bilər? Ən böyük bucağı təbii ki, Z-in kompleks ədədin bu hissəsində yaranacaq. Niyə? Bu hissədə yaransa bucaq 3-cü rübə düşəcək. Digər hissədə yaransa bucaq 4-cü rübə düşəcək. Onda baxın, ən böyük bucaq, baxın, bu kompleks ədədin bu hissəsində yaranır. Yəni, buradan bura qədər olan bucağı götürməliyik biz kompleks ədədin. Amma 4-cü rübə düşdüyü üçün, hamıya məlumdur ki, 4-cü rübə 2pi çıxılsın alfa ilə hesablayacaq. İndi gəlin o bucağı tapmağa çalışaq. Deməli, bildik bucaq hansı hissədədir. Baxın, radiusu neçədir? 4. Bax, bu nöqtədə bu kompleks toxunduğu üçün, bunun toxunan çəksəm, radius 4-dür. Radiusu 4 olduğu üçün, buradan bura qədər də məsafəni hesablayın. Axı, siz -8i qeyd etmişsiniz. Demək, buradan bura qədər məsafə 8-dir. Bəs, bura 8, bu məsafə 4. Burada bir düzbucaqlı 3 bucaq alınır. Deyə bilərikmi ki, həmin düzbucaqlı 3 bucaq 30 dərəcəli bucaq qarşısında dayanır. Deməli, baxın, bura 4-dür. Buradan bura qədər də məsafəmiz 8-dirsə, bura 30 dərəcədir. Onda belə çıxır ki, bu kompleks ədədin bucağı bax buradadır. Yəni, 270 plus 30, 300 dərəcədir. Amma biz təbii ki, kompleksin arqumentini bilirik ki, arqument nə ilə nə arasında olmalıdır?